Bakıda 53 evin qaz sayğacını oğurlamaqda şübhəli bilinən şəxslər saxlanılıb. Bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib. Bildirilib ki, Bakının Xəzər və digər rayonlarında silsilə oğurluq hadisələri qeydə alınıb. Məlumata görə paytaxt sakinləri olan 53 nəfər zərər çəkən mənzillərindən qaz sayğaclarının talanması barədə polisə müraciət ediblər. Xəzər rayon polis idarəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat axtarış tədbirləri nəticəsində qeyd olunan cinayət əməllərini törətməkdə şübhəli bilinən Abbas Əliyev və Bayram Hüseynov saxlanılıblar. Araşdırmalarla məlum olub ki, həmin şəxslər müxtəlif vaxtlarda əsasən də gecə saatlarında çıxarışı olan evlərdən qaz sayğaclarını oğurlayaraq çıxarışı olmayan mənzillərin sahiblərinə satıblar. Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb. Abbas Əliyev və Bayram Hüseynovun digər analoji cinayətlərdə iştirakının olub-olmaması istiqamətində araşdırmalar aparılır.